Könüllülük fəaliyyətinin gənclərin inkişafında təsiri necədir sizcə? Könüllülük ümumiyyətlə ürəkdən görülən bir işdir. Könüllülük hər bir gəncin həm şəxsi inkişafına, şəxsi bacarıqlarının inkişafına bir mənalı dəstək olan bir proqramdır və biz hər zaman bunu deyirik ki, könüllü olan bir şəxs gələcəyinə investisiya etmiş olur. Bəs lider olmaq üçün ilk növbədə hansı xüsusiyyətlər vacibdir? Mənim düşüncəmdə lider yalnız özü öndə olan deyil, bütün komandanla birlikdə öndə olan bir lider deməkdir. Kənan bəy, gənclər iş axtararkən hansı səhvlərə yol verirlər? Mən hər zaman çıxışlarımda da bildirirəm, dostlarla söhbətdə də deyirəm ki, ən çox verilən sual müsahibədə niyə siz sualıdır, bəzən də bu gənclərdə qızıq yaradır. Mən hər zaman deyirəm, o suala cavab tapa bilməyənlərdə o qızıq yarada bilər. Gənclər cəmiyyətin inkişafında hansı dəyişiklikləri yarada bilərlər? Bu gün düşünün, hər bir Azərbaycan gənci öz ətrafında 3 nəfərə, 4 nəfərə faydalı ola biləcək bir təşəbbüs irəli sürsə, bu bütün vətəndaş cəmiyyətində faydalı olmaq deməkdir. Bu təşəbbüskarlıq da hardan yaranır? Elə o könüllülük illərindən, könüllülük dövrlərindən insana stimul verir ki, bu belə deyə bu fəaliyyəti göstərsin. Uğursuzluq və stresslə üzləşən gənclərə tövsiyəniz nə olardı? Uğursuzluğa hazır olmalıyıq. Bu heç vaxt o sözə inanmayın ki, siz hər zaman uğurlu olacaqsınız. Bu belə ola bilməz. İnsan hər bir mərhələdə, hər bir şəxslər, hətta bəzi dövrlərdə müəyyən şəxslərdə görmüşük ki, uğursuzluq yaşayıb. Amma uğursuzluqdan sonra gələn uğur daha möhtəşəm olur. YouTube kanalımıza abunə olun.